Vaxtınız xeyir olsun, dəyərli müəllimlər və müəllimliyə hazırlaşan namizədlər. Deməli, söz verdiyim kimi artıq kurikulumdan izahlara başlayırıq. Bu izahlar həm MİQ, həm sertifikasiya üçün keçərlidir və inanıram ki, sizə çox böyük dəstək olacaq. Nəzərinizə çatdırıram ki, birinci mövzudan tutmuş axırıncı mövzuya qədər bütün mövzuların hamısının izahı yerləşdiriləcək. Və onu da qeyd edim ki, test toplusu olaraq time test toplusunda nə suallar varsa, hamısını izaha qrupa deyəndə daha doğrusu YouTube hesabımıza yerləşdiriləcək. YouTube hesabından istifadə edərək baxa bilərsiniz. Deməli, müəllimlər, birinci mövzuda dərs 1 ilə bağlı danışacaq və Pirusda bir şey nəzərinizə çatdırım dərsə keçməmişdən əvvəl. Deməli, kurikulumda hələ ki qrup açmamışam. Noyabr ayında qrupumuz olacaq. Noyabrın 20-sinə qədər qrupumuz açılacaq. Qoşulmaq üçün isə PDF-in üstündə qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Və bir də nəzərinizə çatdırıram ki, PDF-ləri əldə etmək üçün müəyyən bir hissə PDF-lər var ki, onları göndərə bilərəm ki, qeyd olunan nömrəyə yazmanız kifayətdir ki, həmin PDF-ləri sizə göndərim. Başqa nə qaldı deyəcəyim? Heç bir şey qalmır. Keçək dərsin izahına. Müəllimlər, baxın, bu PDF-lərin və dərsin özəlliyi nədən ibarətdir? Ədəbiyyatdan necə hazırlamışdımsa, kurikulumda da onun üzərində tətbiq edirəm. İzahlarla yanaşı, baxın, mövzular üzərində hansı mövzu üzərində situasiya düşə bilərsə, həmin mövzular üzərində situasiyaları qeyd etmişəm. İndi bax, məsələn, görürsünüz, kurikulum prinsipinə aid situasiya nümunələri. Birinci mövzu rahat mövzulardan, asan mövzulardan biridir, amma yenə də danışmış olacağıq. Kurikulum nədir, müəllimlər? Kurikulum təhsilin məzmununu, təşkilini və qiymətləndirilməsini özündə əks etdirən konseptual sənəddir. Konseptual sənəd. Bəs təhsilin məzmunu nədir? Təşkili və qiymətləndirilməsi nədir? Görürsünüz, açıqlama yazmışam. Bir növ izah məqsədinə yazmışam. Yəni, birdən görürsünüz ki, səhv tuturlar ki, burada bunu yazmaq düzgün deyil. Yəni, qarşındakı insan PDF-dən başa düşsün deyə mən bu yoldan istifadə edirəm. Məzmun dedikdə, öyrədiləcək informasiya mövzuları başa düşülür. Təşkil dedikdə, həmin mövzulara hansı yolla çatdıracam, hansı strategiya qrup uşaqlara öyrətmiş olacam. Qiymətləndirmə dediyimizsə, həmin öyrətdiyim məlumatları necə qiymətləndirmiş olacam? Formativ keçirəcəm, summativ keçirəcəm, diaqnostik keçirəcəm. Bunlar nəzərdə tutulur. Bəs kurikulum konseptual sənəddir deyəndə nə nəzərdə tutulmuş olur? Konseptual yeni deməkdir. İndi biz biliyin növündə də keçsək ki, konseptual bilik, yəni yeni biliklər nəzərdə tutulmuş olur. Yəni kurikulum təhsilin məzmunu və təşkili qiymətləndirilməsi ilə bağlı konseptual sənəddir, yeni bir sənəddir. Müəllimlər, kurikulum hazırlanarkən mütəxəssislərin qarşısına müəyyən meyarlar qoyulmuş olur. Baxın, məsələn, mən müəlliməm, test hazırlayarkən, məsələn, götürək kursa test hazırlayıram, qarşıma meyar qoyulur ki, filan şeylərə diqqət etməlisən. Kurikulumda hazırlanarkən mütəxəssislərin qarşısına qoyulan əsas məqam keyfiyyət məsələsidir ki, keyfiyyətli kurikulum hazırlayın. Bəs keyfiyyətli kurikulum deyəndə nə başa düşülür? Keyfiyyətli kurikulumun xüsusiyyətləri nələrdən ibarətdir? Bunlara toxunacağam. Bir də nəzərinizə çatdırıram ki, kurikulum biliş yönümlü olmur. Məsələn, testlərdə sual düşür ki, keyfiyyətli kurikulumun əsas məqsədlərindən biri biliş yönümlü olmalıdır. Yanlışdır. Biliş yönümlü olmur kurikulum. Kurikulum nəticə yönümlülük, interaktivliyi özündə əks etdirən, yəni interaktivlik deyəndə nə nəzərdə tutulur? Şagird-şahid münasibəti, şagird-müəllim münasibətləri bunlar nəzərdə tutulmuş olur. Keçdik nəyə? Kurikulumun keyfiyyət göstəriciləri məsələsi. Mənim kurikulumun keyfiyyət göstəriciləri hansılardır? Praktik olması, aktual olması, davamlı və effektiv olması. Deməli, praktik olması tətbiq edilərkən çətinliklərin yaratmaması, aktual olması dünya təhsil sistemində də tətbiq olunur. Bu səbəbdən də ölkə üçün aktual bir məsələyə çevrildi ki, kurikulum gətirildi. Axı bizdə ənənəvi təhsil sistemi idi. Bütün dünya Bologna sistemi, yeni təhsil sistemi ayaqlaşmağa çalışır Finlandiya təhsil sisteminə. Biz də yavaş-yavaş onlara ayaqlaşmağa çalışırıq da indi güya ki. Keçək nəyə? Yazmışam. Kurikulum bilinç yönümlü olmalı deyil, nəticə yönümlü olmalıdır. Bax, buna xüsusi diqqət yetirəcəksiniz. Bir də UNESCO-nun müəyyənləşdirdiyi kurikulumun keyfiyyət göstəriciləri var ki, hansılardır ki, bunları əzbərləmək lazımdır. Kurikulumun aydın məqsədləri olmalıdır. Kurikulum bugün tərəflərinə cavab verməlidir. Kurikulum şagirdlərin bugünkü və gələcək həyatlarının təcrübələrinə, arzu və istəklərinə uyğun bir şəkildə qurulmalıdır. Kurikulum tələffüzünü də səhv edirəm, kurikulum yaşadıkları ölkənin tarixini, mədəniyyətini nəzərə almaqla sosial-iqtisadi baxımdan şagirdlər üçün gözəl gələcək qura bilmək məqsədinin olması. Ədalətli və inklüziv olmalıdır. İndi biz növbəti dərslərdə inklüzivliklə bağlı geniş şəkildə danışacağıq. Müəllimlər, hansı ki, növbəti dərslərdə həmin mövzunun
genişləndirilməsi var. Daha dərin toxunacaq. Həmin mövzuna bağlı birinci belə deyim də mövzularda dərin toxunmuram. Elə üstündən keçirəm. Məsələn, götürək ki, bax burada kurikulumun prinsiplərinin içərisində mən qiymətləndirməyə və inteqrasiyaya toxunmamışam. Niyə? Çünki inteqrasiya qəbula düşən əsas mövzulardan biridir. Geniş şəkildə keçiləcək. Növbəti PDF-lərdə görəcəksiniz. Və yaxud da ki, qiymətləndirmə geniş mövzulardan biridir ki, növbəti PDF-lərdə siz bunu görəcəksiniz. Deməli, kurikulumun deməli aydın və inklüziv olması, açıq və çevirici olması və ardıcıl və əlaqəli olmasının hamısına toxunmuş olduq. Bir də kurikulumun prinsipləri var yoldaşlar. Kurikulumun prinsipləri hansılardır? Şahit yönümlü olmasıdır, şəxsiyyət yönümlü olmasıdır, nəsli yönümlülük, inteqrativlik deyəndə inteqrasiya nəzərdə tutulur. Yəni, məzmun komponentlərini əlaqələndirmək və ya həyatla əlaqələndirmək. Yəni, fən daxili, fən üstü və fənlər arası olmaqla 3 yerə bölünmüş olur. Onlarla bağlı dediyim kimi növbəti dərslərdə geniş şəkildə danışacağım. Şahit yönümlülük deyəndə nə başa düşülür müəllimlər? Təhsil sayəsində təhsil alanın maraq və mənafeyini ödənilməsinə, yəni tələbatlarının ödənilməsinə, təhsil tələbatının ödənilməsinə, eyni zamanda onların istedad və qabiliyyətinin potensial imkanlarının inkişafına xidmət etməlidir. Bax, nə demək istəyirəm? Məsələn, indi situasiyaya toxunacam, o situasiya sizə kömək olacaq. Amma burada belə bir şəkildə situasiya deyək ki, məsələn, götürək ki, mənim Azərbaycan dilindən bağlı dinliyib anlamağa və yaxud yazı bacarıqlarım yüksəkdir. Əli müəllim, Vəli müəllim də bunu görür məndə, başlayır məndən xüsusi məşğul olmağa, həmin bacarıqları inkişaf etdirməyə çalışır. Neylədir? Şahit yönümlülük tətbiq elədir. Niyə? Çünki mənim potensial imkanlarımın inkişafına çalışdı. Onunla bağlı potensialım var idi, onun inkişafına çalışdı. Və yaxud da ki, şahitlərin maraq və mənafeyinə xidmət etmək nə deməkdir? Məsələn, mən oxumuşam Dədə Qorqud dastanını, çıxıram lövhədə dərs danışmağa. Vəli müəllim deyir ki, dərs danışmağa daha doğrusu məni çıxardır ki, istək çıx, lövhədə dərs danış. Mən Vəli müəllimə deyirəm ki, müəllim, olar ki, mən Pərvizlə, məsələn, Elgünlə, Hüseynlə olar ki, bu səhnəni, bu belə deyim də, mövzunu səhnələşdirək. Məsələn, Dədə Qorqudda Uruzun Dustaq olduğu boydur. Məsələn, götürək ki, filankəs oynasın bu obrazı, filankəs oynasın bu obrazı. Yəni, bunun nəticəsində neynəmiş oldu? Müəllim, əgər mənim istəyimi nəzərə almış olursa, neynəyir? Şahit yönümlülük prinsipini əməl eləmiş olur. Çünki mənim mənafeyim və maraqlarım və təhsil tələbatının ödənilməsinə xidmət eləmiş oldu. Şəxsiyyət yönümlülük nədir müəllimlər? Şəxsiyyət yönümlülük idraki, emosional. Mənim emosional nədir? Ünsiyyət taksonomiyası. Biz taksonomiya üçünəvi keçirik. İdrakidir, ünsiyyəti və psixomotordur. Bax, o nəzərdə tutulur. İndi növbəti mərhələlərdə onlarla bağlı geniş danışacağıq. Deməli, emosional, idraki və psixomotor bacarıqlar. Bu, bacarıq deyəndə, fəaliyyət deyəndə taksonomiya nəzərdə tutulur. Yəni, bax, bilik var. Məsələn, bax, standartlar ki var, 4-1-1. Bax, bu standartlar bilik və fəaliyyətdən ibarətdir. Məsələn, götürək 4-1-1 standartı isim mövzusudursa, həmin isimlə bağlı biliklər həm əksini tapmış olur, həm də həmin biliklərlə bağlı fəaliyyət. Fəaliyyət nədir? Həmin bilik necə öyrənilmiş olacaq? O başa düşülür. Deməli, və eyni zamanda şəxsiyyət yönümlülük deyəndə şahitlərdə milli, bəşəri dəyərlərin formalaşdırılmasıdır. Milli bəşəri dəyərlər nədir müəllimlər? Dilçilik, milliyyətçilik, vətənpərvərlik, şəhidlərimiz, müharibə, yəni dövlətçiliyimizlə bağlı olan bütün hər bir şey. Adi olsun ki, musiqilərimiz olsun, milli musiqilərimiz, milli mətbəximiz hamısı milli dəyərlərdir. Məsələn, götürək ki, Əli adında bir şagird Gürcüstanda məsələn keçirilən bir yarışda dolmanın bizim milli yeməyimiz olduğuna toxunmuş olur. Əldə hansı bacarıq formalaşıb? Yəni, bacarıq deyəndə kurikulum hansı prinsipi formalaşıb? Deməli, şəxsiyyət yönümlülük üçün milli dəyərini bilir uşaq. Və yaxud da ki, məsələn, mən dərs müddətində müəllim olaraq 44 günlük müharibəyə dərsimi həsr edirəm. Şəhidlərimizdən danışıram. Məsələn, General Polad Həkimovdan və yaxud da ki, Muxtar Qasımlıdan danışıram. Yəni, şəhidlərimizlə bağlı danışmış oluramsa, mən neyinirəm? Milli dəyərlərimizi formalaşdırıram. Şəhidlər bizim milli dəyərlərimizdir. Və yaxud da ki, mən dərs müddətində Rusiya nədir? Fələstin-Suriya müharibəsini pisləyirəm və deyirəm ki, müharibədə heç bir dövlət qalib gəlmir. Doğrudan elədir, müharibədə heç bir dövlət qalib gəlmir. Müharibədə bütün uşaqlar məğlub olur. Yəni, atasız, anasız qalanlar və yaxud da ki, övladını itirən insanlarla dolu olur. Müharibə
çox acınacaqlı bir şeydir. Düzdür, qalibiyyət gətirmiş olur, uğur gətirmiş olur və yaxud da ki, bütövlük gətirir. Məsələn, 44 günlük müharibə bizə bütövlüyümüzü gətirdi. Bir növ belə deyim də, o içimizdə olan vətənpərvərlik sevgisini ortaya çıxartmış oldu, amma neçə min şəhidimiz oldu, neçə minin evin çırağı sönmüş oldu. Rəbbim bu millətə müharibə və həmin məqamları təkrar yaşatmasın inşallah. Deməli, mən Fələstin və Suriya müharibəsini pisləyirəmsə, nə etmiş olacam mənimdir? Deməli, məndə şairlərdə mən bəşəri dəyərlər formalaşdırıram. Yəni müharibəni pisləyirəm. İnsanların azad yaşamasına bir növ təbliğ eləmiş oluram. Deməli müəllim, keçək nəyə? Nəticə yönümlülük. Onu deyim ki, idraki və emosional psixomotorla bağlı xüsusiyyəyə toxunmadım müəllim. Bax məsələn, mən götürək ki, Azərbaycan ədəbiyyat müəllimi deyiləm, idman müəllimiyəm. İdman müəllimi olaraq mən dərs müddətində uşaqlara futbolla bağlı informasiya ötürdüm və uşaqlara heç bir hərəkə fəaliyyət etdirmədən, futbol oynatmadan, heç bir qaçış etdirmədən sinifə çıxardıram. Mən kurikulumdan prinsipini pozuram. Şəxsiyyət yönümlülük. Niyə müəllim? Mən uşaqlara ünsiyyət qurmuşam. Bəli, yəni emosional intellekt formalaşıb. Mən uşaqlara məlumat ötürmüşəm, uşaqlar mövzunu başa düşüblər. Amma mən psixomotor fəaliyyət həyata keçirməmişəm, yəni hərəkə fəaliyyətim olmayıb. Deməli, hansı prinsipi pozuram? Şəxsiyyət yönümlülük. Yəni müəllim, taksonomiyanın hər hansısa bir mərhələsini doğru düzgün yerinə yetirmirsənsə, şəxsiyyət yönümlülüyün pozulmasıdır. Məsələn, mənə müəllim mövzunu izah edir, mən mövzunu başa düşürəm. Məsələn, isim və sifəti izah edir. İsim və sifəti sonra deyir ki, ona aid nümunə gətir və yaxud da ki, isim və sifətin xüsusiyyətlərini ümumiləşdir, qruplaşdır. Mən onu edə bilmirəmsə, idrak taksonomiyasını anlama səviyyəsi deməli məndə formalaşmayıb. Neynədim? Şəxsiyyət yönümlülük prinsipini deməli müəllim məndə formalaşdıra bilməyib. Keçdik nəyə müəllim? Nəticə yönümlülük. Görürsünüz, bayaq dediyim kimi burada bəziləri mən izahlarını vermişəm. Nəticə yönümlülükdən o tərəfə getməmişəm. Müəllim, nəticə yönümlülük də əslində növbəti dərslərdə geniş toxunulacaq məsələlərdən biridir. Nəticə yönümlülük nədir? Dövlət sənə, belə deyim də, ilin əvvəlində və yaxud da ki, dərsin əvvəlində ilin sonunda və yaxud dərsin sonunda əldə edəcəyin nəticələri, uğurları əvvəlcədən verir. Nə demək istəyirəm müəllim? Deyir ki, istək, sən 1:45 dəqiqə dərsə girsənsə, sentyabrın məsələn 25-idirsə, oktyabrın 25-idirsə, sən oktyabrın 25-də uşaqlarda isim mövzusuna bağlı isimin hallarına və yaxud da ki, isimin təsir şalının ı şəkilçisinə, mənsubiyə şəkilçisinin ı şəkilçisini fərqləndirməyi uşaqlara öyrətməlisən. Əvvəl belə vermirdi. Mən dərsi keçirdim, sonunda baxırdım ki, məsələn, uşaqlara filan şey öyrətdim. Amma nəticəni sən əvvəlcədən verirsən, həmin nəticə üzərində dərs keçirsən ki, dərsin sonunda nəticə şagirdlərdə formalaşmış olur. Deməli, nəticə yönümlülük nədir? Nəticələrin öncədən verilməsidir. Testlərdə də nəticə öncədən, əvvəlcədən qarşıya qoyulan bu tipli sözlər verilirsə, deməli cavab olaraq nə götürəcəksən? Nəticə yönümlülük. Obyektlərə toxunmadıq. İnteqrativ yəsində dedikdə inteqrasiyanın qurulması, tələb yönümlülük. Tələb yönümlülük qalaq müəllim. Tələb yönümlülük nədir? Tələb yönümlülük də dövlətin və cəmiyyətin, fərdin dəyişən ehtiyac və tələblərinin nəzərə alınmasıdır. Bax müəllim, tələb yönümlülük odur ki, dövlət, bax onu da nəzərinizə çatdırım ki, tələb yönümlülük deməli müəllimin şagirdin üzərinə qoyduğu tələb deyil. Məsələn, mən deyirəm ki, müəlliməm, əli get sən mövzunu öyrən gəl. Bu tələb yönümlülük deyil müəllim. Tələb yönümlülük dövlətin, cəmiyyətin, fərdin sənin üzərinə qoyduğu tələbdir. Məsələn, mən müəlliməm, cəmiyyətin, dövlətin mənim üzərimdə qoyduğu tələb nədir? Sənə təlim nəticəsi verəcəm. Həmin təlim nəticələrini formalaşdır. Şagirdlərdə şəxsiyyət olaraq yetişdir. Şagird yönümlülüyü nəzərə al, nə bilim, nəticə yönümlülüyü nəzərə al, inteqrasiyanı həyata keçir və s. Deməli, tələb yönümlülük dövlətin, cəmiyyətin, fərdin müəllim üzərində qoyduğu tələbdir ki, bunları yerinə yetirməlisən. Müəllim, sənin funksiyan bundan ibarətdir. Necə ki, Nəsimi filmində deyir, əgər bir pinəçi, belə deyim də, vicdansız olsa, maksimum olaraq məmləkət yamaqlı ayaqqabı geymiş olacaq, yamaqlı paltar geymiş olacaq. Amma əgər bir ölkənin müəllimi vicdansız olarsa, millət yəni cahillikdən məhv olar. Həqiqətən də belədir. Yəni, Rəbbim bizi vicdansız insanlardan uzaq eləsin, inşallah. Bu qədər mənimlər.
Dediyim kimi davamlı şəkildə izahlar yerləşdirməyə çalışacağam. Və onu da qeyd edeyim ki, noyabr qrupumuza qeydiyyat başlayıb. Yəni noyabr qrupumuza deyəndə sentyabr, oktyabr ayı üçün mən qrup götürmədim. İnşallah noyabr ayında həm də onlayn formada qrup götürmüş olacağam və burada qeyd olunan 648 59 67 nömrəsindən əlaqə saxlayaraq dərsimlə qoşula bilərsiniz. Hər birinizə uğurlar, hər birinizə gözəl nəticə arzu edirəm. Diqqətinizə görə təşəkkür edirəm.